ona İqra ilə peyğəmbərlik verildi və Müddəthir surəsi ilə elçi göndərildi. Onun ölkəsi Məkkədir və Mədiniyə hicrət elədi. Allah Əzzə və Cəllə onu şirkdən xəbərdar etməklə, şirkdən çəkindirməklə və təvhidə dəvət etməklə göndərdi. Dəlil də Allah Əzzə və Cəllənin bu ayəsidir. Allah Teala buyurur ki, Yə eyyuhəl müddəthir, ey paltarına örtünmüş, bürünmüş, qum fəənzir, qalx və xəbərdar et, insanları xəbərdar et, və rabbəkə fəkəbbir, yalnız Rəbbini uca tut, və thiyəbəkə fətahhir, paltarını təmizlə, və ruczə fəhcur, pis işləri tərk et, və lə təmnun təstəkthir, yaxşılığı təmanna məqsədi ilə etmə. Və li rabbikə fəsbir, və yalnız Rəbbin üçün səbr et. Müddəthir surəsinin 1-ci və 7-ci ayəsi. Allah Taala'nın deməsi ki, qum fəənzir, qalx insanları xəbərdar et və yəni şirkdən çəkindir, şirkdən onları xəbərdar et və təvhidə dəvət et. Və rabbəkə fəkəbbir, yalnız Rəbbini uca tut, yəni Rəbbini təvhidlə ucalt, böyüt, əzəmətləndir. Və thiyəbəkə fətahhir, və paltarını təmizlə, yəni əməllərini şirkdən təmizlə, və ruczə fəhcur, pis şeyləri tərk et. Pis şeylər bütlərdir. Onları həzr etmək isə, onları tərk etməkdir. Onlardan və onların əhlindən uzaq durmaqdır. Deməli, Peyğəmbər sallallahu aleyhi və səlləmə İqra ilə Peyğəmbər olub. Yəni, İqrada Ələq surəsinin ilk 5 ayələri Peyğəmbər sallallahu aleyhi və səlləmə ən birinci nazil olan vəhiy Ələq surəsinin ilk 5 ayələridir. Bu vəhiylə Peyğəmbər sallallahu aleyhi və səlləm nəbi olur. Artıq bu vəhiylə Ələq surəsinin ilk 5 ayəsi Peyğəmbər sallallahu aleyhi və səlləmə nazil olmaqla Peyğəmbər sallallahu aleyhi və səlləm artıq nə olur? Nəbi olur.